Düşündüm ki işte de bir günümün videosunu çekim. Görün ne indirik, ne iş görürük. Təəssüflər olsun ki, makyajımı eləmədən gəlmişəm. Çünki makyajıma çatdıra bilmədim. Bunun qabağına çəkin. Gəlin güllərin qabağında çək. Kamal, tanış olun. Qəşəng yerlər. Gətir böyle outletdə. Mağazada ən belə gizli olan. Dekorasiyası çox pis olan. Görüntüsü zəif olan bir. Kemal mənim naparnikimdir. Hə. Tatu ustasıdır. Özdə mənim statuslarımda bu görə qoyaram burada, paylaşmışdım. Neçə vaxtdan məşğulsan bu işlə? Hardasa 3 il. 3 il məşğul olalım. Göstər. Öz tatuları da göstərə bilərsən. Özümə işləyirəm. Daha bunları özümə işləmişəm. Yəni mənim üçün Kostyumu çıxart elə göstər məncə. özümə işlədiklərim isə mənim üçün yəni okey. Hər kəsin sevimlisi, hər kəsin fanatı. Vaz keçilməz. Mərkəzin fanatı. Doğru düzdür. Bugün biraz işdən tez çıxacağım və sifarişim var, gələcəm sifarişi verməyə, zakaz eləməyə. 8 martıma mikrofon hədiyyə aldıq. İndi onu da test edəcəm. Mağazamızı gəzdirə bilərəm, sizə göstərə bilərəm Kamalın floristikasını və bizim işlədiyimiz yerləri, təzəcə dəyişdirdiyimiz yerləri göstərə bilərəm. Çünki 8 martdan sonra itkinə düşüb mağazam. Bayaqdan da narışka açmaya çalışan Kamal. Biliyorsun. Bu necə açmamalıdır. Narışka necə açma bilməz. Açılmır ya bu, qırılacaq. Bütün blogerlərin istifadə elədiyi. Special. Bu işte belə bir şey var içində. Bir şey kimi danışdım, gül bala kimi. Hə, qız var sənə. Bir şey var. Bu tüküşdü zaten, sən keçirdirsən ki, şey olsun. Evet diyorum, evet. İndi bunu yoxlayarıq. Test edərik. Məsum, içindən nələr çıxdı? Bu nədir? Bu chaindir. Chain. Mikrofonu boğazına açmaq üçün onu bura bağlayırsan. Mikrofonu da bunun üstünə yapışdırırsan. Üstündə chain, səliqəli. Oo, belə tez. Oo, qəşəng. 2 ədəd paltar şapkası da var. Puflar. 2 dənə onda septlər, Maqnitə yapışır. Nə belə? Qaba ama səliqəlidir ya, qəşəng. Qaba xoşuma gəldi. Ha, bunu ama belə də eləmək olar ha. Göstərin. Bunu çıxardırıq. Bunu paltarı və burasından vururuq. Dovşan quyruğu. Belə də qoymaq olar. Məncə belə daha səliqəli görürsən. Bunu aktiv eləmək var. Bunu necə aktiv edirsən? Zaretkaya taxırsan. Zaretkaya taxmalısın. Çüşdür. Nədir? Bunu telefona taxıram. Powerbank da verir. Yox. Powerbank. O da yandı. Oradan səsi oraya ötürürsən də burun açsan. Hə. Uçuş qalır. Birinci dəfədə mikrofon gördüm. Ay Allah, işte evet, ay Allah. Bitmişdi ya, Allah haqqı. Yandakı knopkanı basırsan. Bastım. Qoşuldu. Görürsən də oradan qoşuldu. Görürsən səs gəlir. Alo. Biraz daha uzaqdan. Gedə biraz o tərəfdən. Səs 1, səs 2. Qoy mən də düşüm. Davay, bomba. Mən elə demək istəmirəm. Deneme 1, deneme 2. Signal. Bence qəşəngdir. Allah verdi. Atam balası. Bəli dostlar, gəlib çatdıq evə. Əslində tez çıxdıq işdən. Normalda saat 6 gəldik, sifarişimizi elədik. Top çaylarından top şokoladları. Müştərimizi bir qızına hədiyyə edəcəkdi. Şokatın içərisinə tırqa qoydurdu ki, sürpriz olsun. Çox şirin bir hədiyyə alındı. Yenidən təbriklər.
Düzdür, mən çox video çəkə bilmədim işte, çünki çox alınmır da çəkmək. Baş qarışıq olur. Və sifarişi elədim, tamamladım, göndərdim. İndi dağıtdığımız yerləri təmizləyəcəyik və Təranə xanıma yemək bişirmək lazımdır. Təranə xanımla oturacağıq, kino izləyəcəyik, vaxt keçirdəcəyik. Kiçik videolardan qoyacağım xırlarına. Günümüzün sonlanması necə oldu? İnşallah izləyərsiniz. Bəyənib abunə olmağı da unutmarsınız. Öpürük sizi çoxlu-çoxlu.